Bismillahirrahmanirrahim ve bihi nesta'in ve sallallahu ala Muhammedin ve ala alihi teyyibin tahirin. Allahın izniyle inşallah Taala başlayırıq Minhacı Salihin kitabından, lap əvvəlindən. İnşallah Seyyid Sani Ağalarda müqəddiməsi var. Onu da dərsə qatmışam. Birinci dərsi oxuyaq. Bu kitab haqqında mərifət əldə eləyək. Çünki kitab haqqında həmişə müqəddiməni oxumaq sonra kitabı oxuyanda insana xoş təsir bağışlayır. Kitab haqqında mərifət əldə eləmək, elm kəsb eləmək o kitabı yaxşı halla oxumağa təsiri var. Allah'ın verib İzzət Cəlalına, Allah İmam Zaman Aleyhisselamın tövfiqini, inayətini istin. İnşallah halımıza şamil eləsin. Bu kitabı inşallah sona çatdıra bilək. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Kitabın özündən oxuyuram. Elhamdülillahi Rabbil alemin. Həmd olsun Allahın Rəbbinə. Və salatu və salam əla xeyri xəlqihi Muhammedin. Və salavat və salam olsun məxluqatın ən xeyirlisi olan Muhammedə və alihi təyyibin. Onun təyyib olan ailəsinə, tahirin və pak olan ailəsinə. Əl-Ğurrul Məyamin. Onlar ki nədir? Ğurrul Məyamindir. Ğurr, Əl-Ğurr cəmi gələr əğər, atın alnında olan lüğəti mənasında ağa deyərlər. Amma burada nədir? Kinayə işlənir. Kinayə məni şərəf mənasında, ağ üz mənasında. Yəni onun məyamin, yəni meymunə, yəni gözəl, ondan sonra mübarək mənasındadır. Yəni onun mübarək olan o Peyğəmbərin ailəsi ki, təyyibdir, tahirdir və nədir? Mübarək, şurafa-il mübarəkindir, şərəflidirlər və mübarəkdirlər bu mənada. Və bə'd, və sonra və fəinnə risalətə Minhacus Salihin, həqiqətən bu Risale Minhacus Salihin kitabı əlləti əlləfəha ayətullahul uzma Seyyid Muhsin təbəttəbail həkim quddüsə sirruh. Hansı ki bunu birinci əlləfəha yazıbdır ki, Ayətullah Uzma Seyyid Muhsin təbəttəbail həkim, o böyük həkim, birinci o yazıb. Və qamə min bə'di Ayətullah Uzma Seyyid Əbul Qasimil Musevi Xoyi. Ondan sonra bunu Ayətullah Seyyid Muhsin Təbəttəbaydan sonra Ayətullah Xoyi gördü ki, çox yaxşı kitabdır. Aldı və o da ikinci dəfə o yazdı o kitabı. Ayətullah, əlbəttə Ayətullah həkimdən icazəsi ilə icazə aldı, yazdı. Və tətbiqə əla fətəvahu, öz fətvasını tətbiq elədi o kitabda. Yəni Ayətullah Xoyi öz fətvası üzərində o kitabı yazdı. Və izafəti furuun cədidətin, əlavə furu, fərhlər də cədid izafə elədi. Və kutubun uxra iləyha. Bu başqa kitablar üçün əvvəl ki Ayətullah həkim yazmışdı, xülasə idi. Amma Ayətullah Xoyi onu nədir? Müfəssəl yazdı, əlavə furuqlar və kitablar əlavə elədi. Ləhyə min xirətil kutubul fətvaiyyətil mutadaviləti bi əxsaril əxirə. Buyurur ki, Ləhyə, bəs bu kitab, Minhacı Salihin kitabı min xirətil kutubul fətvaiyyəti. O, ən xeyirli olan fətvai kitablardandır ki, əl-mutadaviləti fil əxsaril əxirə. Bu axır əsrdə ən mutadavil olan, yayılan fətvavi kitablardan biridir. Bəlkə də elə əsasıdır. Bütün üləma, alimlər hamısı Minhacı Salihindən istifadə edirlər. Niyə lam illətdir? Niyə bu mutadavildir? Niyə bu bərəkətlidir, xeyirlidir? Li iştimaliha əla şətrin vafirin minəl məsailil mübtəla biha. Tün iştimal əla şətrin, çünki bunda sətrlər ki var, yəni vərəqlər ki var, vafirun min məsaili, doludur o sətrlər, nədir, məsələlərlə ki, əl-mübtəla biha, insan ona daimi nədir, mübtəla olur, yəni tez-tez önünə çıxır, qarşısına çıxır, mübtəla bih, ona deyərlər ki, daimi sənin qarşıva çıxır. Fi əvvabil ibadət vəl muamilat, ibadət və muamilət bablarında necə mübtəlabih olan məsələlər burada vafirdir, çoxdur. Bunun nədir, xətlərində, səhifələrində, vərəqlərində.
Və qəd ustucibət li tələbi cəmin minəl müminin. Deyir ki, və qəd ustucibət icabət olundu, qəbul olundu. Li tələbi cəmin minəl müminin. Möminlərdən bir dəstə bir məndən istəmişdi. Mən də o istəklərini nədir? İcabət elədim. Onların istəklərinə cavab verdim. Uduuni vəstəcib ləkum, həmin sözdəndir. Və mən onların tələbinə nədir? İcabət elədim, cavab verdim. Mənə istədilər, yəni mən də yazdım. Vəffəqəhumullah Teala liməradihi. Allah onları nədir? Müvəffəq eləsin öz rızayətinə. Yəni Allah onlardan razı olsun. Onlar ki istədi, mən də xeyrə səbəb oldular da. Onlar istədilər, mən də yazdı. Fi təğyiri məvazi'il xilaf minha bima yuaddi ileyhi nəzəri. Fi təğyiri deyir ki, fi təğyiri məvazi'il xilaf minha. Xilaf yerlərində burada ixtilaflı yerlərdə təğyir var. Bima yuaddi ileyhi nəzəri. Mənim öz ixtilaflı yerlər, yəni kitab başdan ayağa hamısı uyğun deyil. Oradakı ixtilaf nəzərimiz var. Mən öz fətvamı orada vermişəm. Bu kitabda ixtilaf nəzər olan yerdə mən öz fətvamı yazmışam. Ta xoyunun, həkimin nəzərini yazmamışam. Mə bəzi həsvit və təbdil və izafəti və təvzi. Bəs mən öz nəzərlərimi yazmağıma görə bəs səbəb o ki, mə bəzil həsv ki, bəzi ibarələri həsv eləmişəm əsl kitabda və təbdil, bəzi ibarələri, şətrləri neyləmişəm, əvəz eləmişəm, öz nəzərimi yazmalıydım. Və izafəti və təvzih və bəzilərinə izafə eləmişəm, bəzisini həsf eləmişəm, bəzisini dəyişdirmişəm, bəzi yox idi, onu əlavə eləmişəm. Və təvzih bəzilərinə nədir? Təvzih vermişəm, izah eləmişəm. Niyə? Lamma milləti likey təkunə əqrəbə iləl istifadəti vəl-intifa. Ta ki, istifadəyə daha yararlı olsun. İstifadəyə nədir? Likey təkunə əqrəbə iləl istifadə. İstifadəyə daha yaxın olsun və fayda aparmağa daha yaxın olsun, daha ələ gələn olsun. Tələbə, alimlər bundan istifadə edə bilsin. Əlbəttə, bu kitablar alim üçün yazılıbdır. Ümumi avamın istifadəsində deyil. Çünki burada ümumi qaydalardan bəzən istifadə olunur. Və çünki usul fiqh oxumuş tələbələrdir üçün yazılıbdır bu kitab. Yəni ruhani üçün, alim üçün yazılıb. Onlar ki, usul fiqh qaydalarını bilirlər. Bəzən o qaydalara işarə olunur və bəli. Ümumiyyətlə, Ayətullah Xoyinin üslubu budur ki, kitab yazılsın, ulama ondan istifadə eləsin və insanlar alimlərin qapısına geçsinlər və alimlərə özlərinin daimi ehtiyacı bilsinlər. Niyə? Çünki alimsiz olsa insan, onu şeytan tez ələ gətirər, onu şeytan, bəli, şeytan onu aldadar. Gərək məsələsini alimdən soruşsun, alimin ətrafında olsun, onun məsləhətinə qulaq assın filan. Ayətullah Xoyinin üslubu belə olub demişəm, əgər səhv eləməsəm. Vəl-əməli bihazir risaləti şərifə mutsiun və mubriun lizzəmmə. Əməl eləmək bu kitaba, bu risaləyə, şərif olan risaləyə mutsiun, kifayət eləyər və mubriun lizzəmmə. Və nə deyib? İnsanın zimməsində xali eləyər, zimməsində bir şey qalmaz. Düzdür? Vəl-amilu biha mə'curun inşallah Teala. Vəl-amilu biha, hər kim də buna əməl eləsə, mə'curin, inşallah mə'curdur Allah Teala'nın hükmü ilə. Mə'cur, əcr sahib olan inşallah, bəli, bu cür. Bismillahirrahmanirrahim. İnşallah təqlid kitabına başlayırıq. Müqəddiməni oxuduq. Təqlid kitabına başlayırıq. Birinci məsələ. Yəcibu əla kulli mükəlləfin ləm yəbliğ rütbətil ictihad. Rütbətəl ictihadi ən yəkunə fi cəmi'i ibadatihi və muamilatihi və sairi əfalihi və turukihi müqəllidən av muhtatən. Vacibdir. Bütün mükəlləfə, o adam ki, mükəlləf nədir? Təklif gəlibdir boynuna. Oğlan uşağı
14 yaşı tamam olmağa, şəmsi ilə, miladi ilə 14 yaşı tamam olmağa 156 gün qalmış mükəlləf olur. Qız uşağı da 9 yaşı tamam olmağa nədir? 98 gün qalmış nədir? Mükəlləf olur. Seyid Sistaninin nəzəridir. Əksər fuqahanın elə hamısının nəzəri belədir. Fəqət Ayətullah İshaq Fəyyazın nəzərində qız uşaqları bəli 12 yaşında təklifə çatır. Buyurur ki, bütün mükəlləf. Bəs mükəlləf kim oldu? Mükəlləf həmin ismi məful. Mükəlləf həmin insandır ki, ona təklif gəlir. Fəqət insandır ki, ona təklif gəlibdir. İnsandan qeyrisinə nədir? Təklif gəlmir. Bir də cinlər. Əlbəttə cinlərə də təklif var. Onlara da təklif var, bizə də. Amma peyğəmbər və imam insanlardan gələr. Bizim imamlarımız və peyğəmbərimiz həm cinlər üçün peyğəmbər imamdır, həm bizim üçün. Bu ki, hər bir mükəlləf İctihad dərəcəsinə çatmayıbsa, ictihad dərəcəsinə çatıbsa, ondan işimiz yoxdur. Özü müctehiddir, öz hökmlərini özü ələ gətirəcək. Amma ictihad dərəcəsinə çatmayıbsa, ləm yəbliğ rütbətəl ictihad, ictihad rütbəsinə çatmayıbsa, ictihad məqamına çatmayıbsa, müctehid deyilsə özü, neyəcək? Ən yekune fi cəmi ibadəti və muamilati, bütün ibadətlərində, ibadət, namaz, oruc, düzdür, humus, zəkat, ibadət. O şeylərə ibadət ona deyərlər ki, orada nədir? Qəsd-i qürbət deməsən əməl batil olar. Qəsd-i qürbət orada şərtdir. Muamilə o şeylər ki, orada qəsd-i qürbət şərtdir. Nigahdır, talaqdır, alışdır, verişdir, məsələn, bunlarda. Və sair əfalihi. Bəzi əməllər var ki, nə ibadətdir, nə muamilə. Düzdür? Nə ibadətdən sayılır, ibadət deyil. Nə də muamilətdəndir. Nədir? Sairi əfalihi. Oxuyacaq inci. Əfal və turukihi, əfal yəni əmələ gətirmək üçün və turukihi və tərklərində. O şey ki, tərk edirsən, gərək biləsən, tərk eləmək olar, olmaz. Müqəllid olmalıdır ya muhtatən. Müqəllid olmalı, təqlid eləməli bir müctehidə, ya muhtat, ya ehtiyat əhli. Ehtiyat əhli, əlbəttə, iki cürdür. Ehtiyat bir fətvai var. Bir ehtiyat fətvai budur ki, müştehidlər arasında ehtiyat edir. Düzdür? Müştehidlər arasında ehtiyat edir. 5 nəfər, 10 nəfər müştehid arasında ehtiyat edir. Yaxşı. İlla ən yəhsulə ləhul elm. O şəxsə müqəllid olmağına ehtiyac yoxdur. Ehtiyat eləməyinə ehtiyac yoxdur. İlla ən yəhsulə ləhul elmu. Onun üçün elm hasil ola. Elm belə bir şeydir ki, hardan olur olsun. Lap qarğanın uçmağından da sənə elm hasil olsa, o elm hüccətdir. Hardan hasil olur olsun. İlla yəsləhul elm, elm ona hasil olur. Hardan hasil olur olsun. Elm nəyə hasil ola? Buna hasil ola. Bi'ənnehu la yelzimu min fi'lihi av tərkihi muhalifətən li hukmül ilzami. Buna elm hasil ola. Elm hasil ola. Belə ki, bi'ənnehu la yelzimu min fi'lihi av tərkihi. Onun fiili, onun tərki muhalifətən li hukmül ilzami. Hukm-i ilzami ilə müxalifdir. Hukm-i ilzami ilə müxalifdir. Hükm-i ilzami nədir? Hükm-i ilzami burada, ilzami, ümumiyyətlə ilzam sözü gələndə iki cür işlənir. Hükm-i ilzami bir dəfə hükm-i əqlinin müqabilindədir. Burada isə hükm-i ilzami əhkam-ı tərxisinin müqabilindədir. Hükm-i ilzami nədir? Həmin haram və vacibə hükm-i ilzamidir. Haramlar və vacib. Amma qaldı məkruhdur, müstəhəbdir, mübahdır. Bunlar hamısı nədir? Bunlar hökmü tərxisidir deyər. İndi vacibdə necə məsələn hökmü ilzami olur? Dedim də hökm ilzami həm vacibə şamildir, həm harama şamildir. Və həmçinin o işlər ki, onu ya tərk eləməlidir şəri cəhətdən, ya da onu əmələ gətirməlidir. Tərk eləmək vacibdir, yoxsa əmələ gətirmək vacibdir. Mükəlləf üçün bu zəruridir. Bəli. Demək, əgər məsələn vacibi deyəndə deyir ki, o feil ki, onu əmələ gətirmək lazımdır və tərk eləsən iqab var. Əmələ gətirmək vacibdir, tərkinə iqab var. O hökmə nə deyərlər? Hökmü ilzami, yəni lazımdır. Haramda necə? Feil ki, onu tərk eləmək lazımdır.
əncam eləsən, həyata keçirsən iqab var. Məsələn, yalan danışmaq. Düzdür? Yalan danışmaq nədir? Lazım budur ki, yalanı tərk eləyəsən. Əgər mürtəkib olsan, əmələ gətirsən, onda nədir? Sənə iqab var. Amma vacib də həmin dediyim namazdır. Namaz əmələ gətirmək vacibdir. Tərk eləsən iqab var. Yaxşı. Bəzən deyir ki, vələv misli hürməti təşri. Hürməti təşri, məsələn, bir işdir, nə onu haram bilmirsən, nə vacib bilmirsən və müstəhəbdir deyirsən və bunu deyirsən müstəhəbdir şər'ən. Halbuki şər'ən müstəhəbliyi sabit deyil. Əgər deyirsənsə şər'ən müstəhəbdir, məsələn, tutalım ki, bəzi namazlar var, məsələn, ağalar görsən ki, çox ciddi cəhət eləyirlər öz vaxtında ki, bu namazı qılmaq bu qədər savabı var, bu qədər əcri var. Təravih namazı ya məsəl üçün Ramazan ayının gecələrində əhli təsənniq cəmaatla qılırlar müstəhəb namazı. Məsələn, onu təşriən qılırlar, yəni şəriət bu cür deyil, bu özü haramdır. Yəni o şey ki, şəriətdə yoxdur, onu şəriətə mülhəq eləyirsən və şər'ən buna yanaşırsan və bunu eləyirsən, bu özü haramdır. Müstəhəb də olsa, məkruh da olsa, haram da olsa fərq edir. Çünki sən bunu deyirsən ki, şər'əndir bunu eləmək. Bəli, desən inşallah məsələn müstəhəbdir, şər'ən sabit deyil. Bəs bunu nədir? Ümid qəsdindən eləyirəm. Yəni şər'ən sabitdirsə, savabı var. Yoxdursa heç olmasın. Amma yox desən ki, şər'ən yox, bu sabit üstündə deyansan, bu adi Quranın tapşırılması məsələn fərz eləyək. Desən ki, şər'ən bu sabitdir, yox. Biz deyirik ki, Quranın nədir? Tapşırılması, xətimi duası filan şər'ən sabit deyil. Yaxşı. Əksinə bunun nədir? Müxalifi, yəni İmam Əleyhisselamdan rəvayət var ki, la təxtimul Qur'ana misli müxalifuna. Bizim müxaliflərimiz kimi Quran xətim eləməyin. Söyləyəm Rasulallah, keyfə yəxtumul Qur'ana müxalifətikum, müxalifikum. Sizin müxalifləriniz necə Quran xətm edirlər? Həzrət buyurur ki, axırdan 5 surə oxuyarlar, sonra əvvələ girərlər. Aralarda vaqiə deyərlər, əvvəldə Fatihə oxuyarlar, Əlif-Lam oxuyarlar filan. İndiki tapşırmaq kimdə? Həzrət buyurur ki, bu bidətdir. İndi Həzrət buyurur bidətdir. Sən desən ki, yox, şəriətdə var, şər'ən gərək bunu eləyək. Bu özü nə deyib? Bidətdir və haramdır. Amma elə belə eləyirsən, inşallah əgər varsa var, o rəvayətdə səhiliyim bilmirəm filan bəs məkan. Yəni bu inşallah, maşallah niyyəti ilə eləsən, o ayrı məsələ. Amma desən ki, yox, bunu eləyiblər, bəs bu şəriətdə var, şəriətdə sabitdir, Quranın tapşırılması ümumiyyətlə bu cür olmalıdır filan. Bu özü təşrihdir və salam. Bəs hökm ilzami nəyin müqabilindədir? Hökmü tərxisinin müqabilindədir. Hökm ilzam. Çünki bir şey ki məkruhdur, bir şey ki məsələn müstəhəbdir, mübahdır, orada vacib deyil təqlid eləyəsən. Təqlid nədə vacibdir? Təqlid hökmü ilzamidədir. İlla yəhsiləhul ilm bi ənəhu la yəlzəm min fiilihi av tərkihi müxalifətən li hökmül ilzami və ləh misli hürməti təşri. İndi elm hardan hasil olur? Ola bilər bir adam başqa bir yollarla ona elm hasil olur. Hansısa bir qeybi yolla, ya nə bilim hansısa bir yolla elm. Elm də hardan gəlsə hüccətdir də. Çünki birinə yəqin olur ki, sübh namazı 2 rəkətdir. Sən haydi ilə 2 rəkət deyil, 3 rəkətdir məsələn. Ona yəqin olur. Ya məsələn deyək ki, sübh namazı 3 rəkətdir. Bunun yəqini var 3 rəkətdir. Aydındır? Yəqini var 3 rəkətdir. İndi yəqin necə o hasil olub onda, gərək onun o payələrin, onun bünövrəsin axtarış eləyəsən ki, sənin yəqinivin payələri xarabdır, məsələn, onlarda axtarış eləyəsən. Ümumiyyətlə, çox vaxt yolun azan insanlar baxırsan ki, qətiyyətlə deyirlər ki, bu yolda və bu düzdür, filandır. Axtarsan, görsən ki, nədir, yəqininin o nədir, o bünövrəsi, nədir, xarabdır, düzgün qoyulmayıbdır. Av yəkunul hökm min zəruriyyatid-din avul məzhəb. Ya hökm dinin zəruriyyətindən olsa, ya məzhəbin zəruriyyətindən olsa, ümumiyyətlə hökmü ilzami həm də elə zəruri, dinin zəruriyyətindən olana deyirlər. Avul yakunul hökm min zəruriyyətid-din avul məzhəb kama fi bə'zil vacibat vəl muharrimat və qəsir minəl müstəhabbat vəl mubahat. Necə ki, bəzi vacibat və muharramat dinin zəruriyyətindəndir, məzhəbin zəruriyyətindəndir. Amma indi söz çıxar ki, bəyəm muharramatın hamısı yox, hamısı elə deyil. Bəzi muharramat usulü qaydalara görə ya mükəlləfin nədir,
vəzifəsinə əməl eləsin deyə məsələn o haram olub, ya vacib olur, ya fətva-i sanəviyyə falan. Amma əksəri vacibat və görürsən ki, mühərrəmat dinin zəruriyyətidir. Və kəsir minəl müstəhəbbat vəl mübahat. Və bəzi müstəhəb işlər və mübah işlər dinin zəruriyyətindəndir. Düzdür? Bu da nəyi deyir? Av ki, ətf eləyibdir. Deyir ki, illa ən yəhsə ləhul elm, ya onun üçün elm hasil ola, nəyə hasil? Hökm-i ilzamiyə elm hasil ola. Dedik ki, elmi ilzami nədir? Hökm ilzami nədir? Hökm ilzami dedik nədir? Hökmü tərxisinin müqabilindədir. Ya da dinin zəruriyyətindən ola. Dinin zəruriyyətindən demək istəyir ki, burada təqlidə ehtiyac yoxdur. Dinin zəruriyyətindəndir. Düzdür? Bəzi vacibatdır, müstəhəb, hətta mühərrəmatdır və müstəhəbbatdır. İndi dinin zəruriyyəti bir-iki mən misal verim. Ümumiyyətlə dinin zəruriyyəti nəyə deyirlər? O şey ki, dində istəyir əhkamda ya etiqadda o əməllərə deyilir ki, o dinin bir cüz'indən sayılır. O qədər vazihdir ki, dində, o qədər məhşurdur ki, dində adətən heç müsəlmana bu örtülü deyil. Və onu inkar eləmək. Əgər, əlbəttə, bütün inkarlarda yox və bütün zərurətləri yox. Əgər dinin o zərurətdən olan o şeyləri inkar eləsən, Peyğəmbərin risalətini inkar eləməyə səbəb olarsa, əksərən zərurətlər belə olur. Ki, namaz yoxdur. Görsən, insanın nədir? Kafir olmasına səbəb olar. Məsələn, deyək, vacibat ki, dinin zəruriyyətindəndir. Nə kimi? Furu-i din və əhkam-ı qəti, məsələn, namazdır, sübhdür, zöhürdür, əsrdir, məğribdir, işadır. Bu vazihlərin zəruriyyətdəndir ki, ən vazih. Ramazan ayının orucu ki, həcc, məsələn, həcc təməttü olar ki, müstəti olubdur. Zəkatdır, məsələn, ki, malda müşəxxəsdir də, xumusdur, cihaddır. Düzdür, cihad İslam torpaqlarından nədir, difa eləmək, imam zaman yoxdursa difa eləmək vacibdir. İmamın əmri ilə nədir, cihad eləmək. Əmr biməruf, nəhy əz münkər, bunlar hamısı nədir? Təvəlla, təbərra, dinin zəruriyyətindəndir. Düzdür, bunlarda nədir? Əmr var. Əmr biməruf, düzdür. Və nəhi əz ən münkər, münkərdən çağırmaq filan. Bu işlərin hamısında təvəlla nədir? Dostu ilə dost olmaq. Təbərra Allahın düşməni ilə və onun dostlarının düşməni ilə, uzaq əhl-i beytin, Peyğəmbərin düşmənləri ilə uzaq olmaq, dostları ilə dost olmaq. Bəzi haramlar var ki, onlar dinin zəruriyyətində. Nə olan haramlar qətidir. Yəni haram olmasında bir zərrə olsun şək yoxdur. Bütün müsəlmanlara bu aydındır. O artıq dinin zəruriyyətinə çevir. Nə kimi? Məsələn, şərab, donuz əti, adam öldürmək, zina, riba, oğurluq, düzdür? Və bunları hər kim inkar eləsə ki, yox, bu haram deyir. Məsələn, donuz əti haram deyir, bəhbəhlə yeyir. Məsələn, o elə dinin zəruriyyətinin danıbdır. Aydındır, dinin zəruriyyətini danıbdır. Bəzi müstəhəb və müstəhəbbatlar var ki, və şəriətdə müstəhəblər və adablar var ki, dinin zəruriyyətindən sayılır. Baxma ki, müstəhəbbidir. Niyə? Çünki o sünnətdə qətidir onun olması və heç bir müsəlmana da örtülü deyil. Hamıya, kimə örtülüdürsə, gələ örtülü olmuyor. Yəni, örtülüsə özünün naqisliyindən yəni, məsələn, vacibi qüsüllər, cənabət qüsülü, öz-özündə müstəhəbbidir, vacib deyir ki, düzdür. Amma onun nədir? O qüsül müstəhəb olmasına baxmayaraq dinin zəruriyyətini. Bir adam desə ki, cənabət qüsulu yoxdur, dinin zəruriyyətini danıbdır. Heyz və nifas ki, xanımlara aid qüsuldur, o da nədir? Dinin zəruriyyətindəndir. Namaz vaxtında vacib orada, düzdür. Namaz vacib olmayan vaxtda müstəhəbbidir. Ondan sonra bəli, niyyət eləmək, məsələn, müstəhəb namazdır, ya bir şeydə niyyət eləmək, məsələn, müstəhəb işdə niyyət eləmək olsun, məsələn, namazın şərtləri,
Namazdan əvvəl məsələn niyyət etsin ki, namaza dayanasan. Təkbətül ehram, ruku, sucud filan, bunlar hamısı nədir? E, Dinin zəruriyyətindəndir. Ruku, sucud, ondan sonra təkbətül ehram demək, hamısı. Çünki heç kimə şey deyil ki, təkbətül ehram deməyib namaz qılasan, olmaz. Namazda məsəl üçün geyinmək, münasib geyim, məsələn, xanımlar üçün, ya kişi üçün, məsələn, müstəhəbbidir, ağ paltar giyəsən, namaz qılasan, bu dinin zəruriyyətindəndir. Kimsə desə ki, çünki bunun qətiidir, bunun müstəhəbliyi. Ondan sonra misvak eləmək, namazdan əvvəl, ondan sonra dəstəmazdan əvvəl, bu müstəhəbbidir, amma nədir? Dinin zəruriyyətindəndir. Bəs nöqtə-i mühüm, zəruri deyəndə, məsələn, dində zəruridir bu. Deyir ki, bəzi müstəhəblər, hətta mübahlar da o zəruriyyətə daxil olur. Zəruri nədir? O qədər bu əhkamda və inancda o qədər məşhur ola və bütün müsəlmanlar arasında bu bədihi ola. Yəni bunun məşhurluğu, buna əməl bədihi ola. Yəni bütün müsəlmanlar bunu qəbul edir. Əgər kim inkar edirsə, kəndinə dinin zəruriyyətin inkar edir. Belə başqa cür də demək olar. Dinin zəruriyyəti əksəri o şeylər ki, Quranda gəlib. Əqimus salat, ətavuz zəkat filan, şərab içmək haramlığı filan, ribanın haramlığı filan, o şeylər əksəriyyət odur ki, Quranda gəlibdir. Bəs bunlarda nədir? Təqlid eləməyə ehtiyac yoxdur. Dinin zəruriyyətindən də hamı bunu bilir. Burada örgənləsi bir şey deyil ki, mən təqlid edeyim örgəni. Ondan sonra buyurur ki, şimdi nə bilək hansı əməl dinin zəruriyyətindən sayılır? Hə? Deyir, və yuhrazu qovnuhu minha bil ilmil vicdani avul itminal hasil min mənaşil uqalaiyyə kəşşiyaq və ixbaril xəbir əl-muttəli aleyha. Və yuhrazu qovnuhu minha və yuhraz yəni kəşf olur. Qovnuhu, o hökm, minha, o nədir? Zəruriyyətdən olsun. Nə ilə bilinər? Deyir, bil elmil vicdani, elmi vicdani ilə bilirlər. İnsanın öz qəlbi ilə, elmi vicdani ilə öz qəlbi ilə bilir ki, bu dinin zəruriyyətindəndir, heç kəsə örtülü deyil. Avul itminal, ya itminanla, necə itminan? Əl-itminan ki, hasil min mənaşi uqalaiyyə, itminan ki, onun bünövrəsi, onun o nədir, sütunları hasildir, o itminan hasil olur min mənaşil uqalaiyyə, əqli mənşələri var, əqli bünövrələri var. Məsələn, nə kimi əqli mənşəyi olan itminan nəyə deyirlər? Özü deyir, kəşşiyaq, məsələn, şiyaq, düzdür? Şiyaqla bilir ki, bütün hamı deyir ki, müsəlmanların hamısı deyir ki, məsələn, hamısı deyir ki, sübh namazı 2 rəkətdir, məğrib namazı 3 rəkətdir, şiyadır bütün müsəlmanların arasında. Biz oxuyacağıq, məsəl üçün, müctəhidin ələmiyyətin şərtlərindən biri şiadır. Nə? Məsələn, baxırıq ki, müsəlmanların yardan çoxu, 80% məsələn, bu müctəhidi təqlid edirlər və bunu ələm bilirlər. Bəs demək bu ələmdir ki, bu qədər şia olub, bu qədər məşhur olubdur. Şia yəni məşhurdur. Bütün müsəlmanlar ona əməl edir. Bütün müsəlmanlar arasında şia olan, yayılmış bir hökm, demək dinin zərurətindəndir ki, bu qədər yayılıbdır. İstəyir müstəhəb olsun, məsələn, cənabət qüsulu kimi. İstəyir mübah olsun, istəyir haram olsun, zina kimi, məsələn, riba kimi, donuz əti kimi. İstəyir vacib olsun, məsələn, həcc kimi, həcc vacib kimi, ya zəkat kimi, xumus kimi və başqaları. Deyir ki, məsələn, o itminan ki, hasil olur min mənaşil uqalaiyyə, əqli uqalaidir onun mənşəyi, onun bünövrəsi, onun köyü. Nə kimi? Kəşşiyah, biri şiyah. İkinci nədir? İxbaril xəbir. Xəbir xəbər verə, düzdür, ixbarül xəbir, o xəbər verə ki, əl-muttəliq əleyha, özün ittilaı var buna, onun nədir, xibrədir, alimdir, məsələn, özü bu işləri bilir və deyir ki, bu dinin zəruriyyətindəndir, düzdür, və bilirsən ki, bunun sözünü itminan eləmək olar, etiqad eləmək olar, bu məsələsini bilən adamdır. Müqəddimə həmişə elə biraz görürsən ki, mürəkkəb olur, biraz artıq izaha ehtiyac olur.
odur ki, birinci məsələ biraz çətin olsa, yəni sizi qorxuzmasın. Kitab belə deyil. O birinci məsələdir. Biraz bəli, çətin kimi görsənir.